Allahüm, sen bizim böyük, kiçik, aşkar ve gizli ettiğimiz bütün günahlarımızı bağışla. Bize yol göster ve hidayet ver. Bize senden layıkınca qorxmağı, namuslu yaşayıb iffət sahibi olmağı və qəlb zənginliyi nəsib elə. Allahüm, səni zikr etməkdə, sənə şükr etməkdə və sənə ən layiqli bir şəkildə ibadət etməkdə bizə yardım et. Darda, çətinlikdə olan kim varsa onlara çıxış yolu nəsib et. Amin. Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və Peyğəmbərinə tabe olduq. Artıq bizləri haqqa şahid olanlarla bir yerdə yaz. Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla. Qədəmlərimizi möhkəmləndir, düşmən ilə vuruşda dizimizə qüvvət ver və kafirlərə qələbə çalmaqda bizə kömək et. Ey Rəbbimiz, sən bunları boş yerə yaratmamışsan, sən pak və müqəddəssən, bizi cəhənnəm odunun əzabından özün qoru.